Sən necə çağırım, necə nalə eləyim ki, gələsən mənim naləmə, fəryadıma. Səni necə çağırım ki, mənə cavab verəsən. Sən mənim gözümün önündə deyilsən, amma hər baxdığım şeydə səni görürəm. Belə olasan gərək imamla. Düzdür, sən gözümün önündə dursan, amma hara baxsam səni görürəm. Yəni mənim üçün səndən başqa mövzu yoxdur. Mənim üçün həqiqət sənsən. Amma gərək bir qəflətdən, bir cəhalətdən, bir zülmdən onlardan çıxmaq lazımdır ki, o çağırışımız da çağırış olsun, o səsləməyimiz də səsləmək olsun. Təqva kədərli kimsəni qoymazdı naümid, kamil fərəz duasını üfürsəydi müşkülə. Əgər duamız, fərəz duamız kamil olsaydı, inanın Allaha, nəyə oxuyub üfürsən o qapı açılmalıdır. Ya Məhdi ədrikni, bir dənə bu zikir dünyanın bütün qapılarını açmalıdır. Əgər o mərifət o yerindədirsə.